Başlanğıçda dediyim kimi, xarici amillər çox önəmlidir öyrənmək üçün. Əgər uşaqda disleksiya yoxdursa, əgər uşaqda autizm yoxdursa, əgər uşaqda bioloji, zehni hər hansısa bir problem yoxdursa və bunun nisbətində uşaq öyrənmədə çətinlik çəkirsə, o zaman həmən o qeyd etdiyim xarici amillər ona birbaşa təsir edir. Deməli, müəyyən araşdırmalarda təsdiq olunub ki, öyrənmənin ən böyük problemlərindən biri sosial-iqtisadi faktorlardır. Bəli, biz deyə bilərik ki, necə olur, ucqar kəndlərdə olan bəzən uşaqlar yüksək bal toplayırlar, ola bilər ki, və yaxud da ki, heç texnologiyanın da çox inkişaf eləmədiyi yerdə uşaqlar necə öyrənmə eləyirlər. Təbii ki, burada ailə faktoru. Birinci, sosial-iqtisadi faktordur ailənin gəliri. İkinci, təhsil verənin və ya təhsil müddətində uşağın yanında olanın psixoloji durumu. Yəni, əgər ailədə müəyyən bir huzur, müəyyən bir məsuliyyətin paylaşılması, ailədə uşağın oradakı yaşam tərzindəki ilərləmə nə qədər planlı şəkildə olarsa, uşaq o qədər oxumaya və araşdırmağa meyilli olur. Çünki heç kim deyə bilməz ki, öyrənmir mənim uşağım. Bu sözü heç bir tipdə belə bir kanıt yoxdur. Hətta autizmli uşaqlar belə nəyisə yavaş da olsa öyrənirlər. Çünki öyrənmə sırf təbii bir prosesdir. Yəni, tamamən təbii bir prosesdir. Bunun qarşısını heç nə ala bilməz, heç nə onu dayandıra bilməz. Normal olmayan ünsiyyət. Ailə içərisində ünsiyyət problemləri. Ayna neyronları bizim beynimizdə, frontal lobumuzda olan ayna neyronları özünü ciddi şəkildə biruzə verir. Və uşaq bunu ananın və ya ona təhsil verənin o dərsə və yaxud da ki, ona sadəcə olaraq zoraki yanaşdığını görür və beyin bunu şuuraltı qəbul edir ki, anam sadəcə burada oturub ki, mən bunu tez bazar eləyim və buradan qurtulum. O uşağa sevgi ilə yanaşmaq, uşağa öyrənməyi, həyatda öyrənməyi sevgi ilə yanaşmaq lazımdır. Amma bizdə deyəndə ümumiyyətlə şərqin ən böyük problemlərindən biridir. Əlində bir çomaq, yəni bu çomaq damaşnik ola bilər, xətkeş ola bilər və yaxud da ki, yumruq ola bilər, barmaq sallaya bilər. Əlində bir çomaq uşağın başının üstündə oturub, uşağa dərs izah eləyəndə, uşağın özünün şuuraltı səviyyəsində bunu sadəcə olaraq məcburiyyət, yəni mənim istəmədiyim bir şeyin mənə dayatılması kimi hiss olur. Yəni uşaq burada nörolojik olaraq sadəcə belə algılayır. Ailə və sosial mühitə gəldiyimizdə isə ailənin dəstəyini dedik, dostlar qrupu. Biz həyatımızda doğulandan bəri çevrəmiz qokarıq, belə deyək də. Biz çevrəmizə bağlı insanlarıq, biz çevrəmizə aid insanlarıq. Və bizim algılarımız o qədər açıqdır ki, biz sürəkli ətrafımızda olan şeyləri modelləməklə ilərləyirik. Yəni, ilk doğulduğumuzdan modelləməklə ilərləyirik. Anamız kimi yemək yeyirik, nənəmizə oxşuyuruq, nə qədər gendən daşıyıcılarımız olsa da, yenə də biz onların bir parçasıyıq. Ona görə burada ailə modeli çox önəmlidir. Təbii ki, bugün valideyn deyə bilər müəyyən sosial qayğılar, müəyyən vəziyyət, ailə problemləri, bunlar uşağı maraqlandıran bir amillər deyil. Uşaq anlamır ki, gəlinin qaynana ilə problemi var. Uşaq anlamır ki, atamı mənim bugün işdə danlayıblar. Yəni, və bu arada sonda istəyənlərə mən slayd verə bilərəm. Hazırlamışam, yəni götürə bilərsiniz. Ondan da istifadə edə bilərsiniz. İlərdə texnikaları da izah edəcəm. Və də gəlin baxaq, üçüncü amillərə toxunsaq, onlardan nədən danışarıq? Məktəb mühitindən. Əgər uşaq əgər evdə olduğu müddətdə, sizinlə 5 yaşına qədər olduğu müddətdə siz ona öyrənmədə çətinlik çəkmirdirsə, məsələn, istər hərfləri olsun, istər sərbəst zamanda, onun öyrənmə ilə əlaqəli problemləri yox idi. Sadəcə məktəbə getdikdən sonra onun öyrənmə ilə əlaqəli problemləri yaşadı.
Burada fiziki zorakılıq və zehni ona çətinlik səviyyəsi müəyyən oluna bilər ki, ola bilər o müəllimin anlatım tərzini və yaxud da ki, ola bilər onun diqqətlə əlaqəli bəzi problemləri var, diqqəti dağınıq ola bilər. Yəni, mütləq ki, bunlar da hamısı dış faktorlar sayılır, yəni xarici amillər sayılırlar. Uşağın dərs oxumama, əgər biz sadəcə öyrənməklə bağlı danışırıqsa, öyrənmə problemlərini danışırıqsa, bizim burada öyrənmə problemlərində mütləq nevroloji bir faktor axtarmalıyıq. Yox, əgər uşaq coğrafiyanı öyrənir və yaxud da uşaq, belə deyək, başqa dərsi öyrənmirsə, o zaman həmən sahə ilə əlaqəli ola bilər ki, uşaq humanitar sahəni daha yaxşı öyrənir, dəqiq elmlərdə problem yaşayır. Yox, əgər uşağın davranış problemləri ilə bağlı öyrənməsində problem varsa, yəni, deyək ki, bu uşağın davranış pozuntuları var və onun davranış pozuntuları onun öyrənməsinə mane olur. Yəni, hər bir müəllim və ya valideyn bunu müəyyənləşdirməlidir ki, mənim uşağımda yəni problem varmı? Yəni mənim uşağımın davranış pozuntusu, hər hansısa bir davranışlarında pozuntu varmı? Bu mu mane olur mənim uşağımın öyrənməsinə? Bunu valideyn bilməlidir. Bir də bizim mədəniyyətlərdə belə bir şey var. Əslində deyirlər ki, mən uşağımı yaxşı tanıyıram. Amma xeyr, valideynlərimiz, hamımız valideynik. Valideynlərimiz bəzən uşağı yaxşı tanıya bilmir. Uşağın potensialını müəyyənləşdirə bilmir. Mən bugün müəyyənləşdirməliyəm ki, mən bu uşaqla ən az 5 il bərabər olmuşam. Bu uşaq mənim istəklərimi yox, özünün o, necə biraz loru dildə desək, özünün qabında olanlara yönləndirməliyəm. Bizim uşaq riyaziyyat bilmir, aparıb riyaziyyata qoyuruq. Bəlkə bizim uşağımız ədəbiyyatda yaxşıdır. Yaxşı olan sahəyə yönləndirməliyik uşağımızı. Əksik olan sahəyə yox. Təbii ki, əksik olan sahə də lazımdır inkişaf etdirmək. Amma bugünkü günü uşaqlarla 5 yaşına qədər, uşaqlarla münasibətimiz o qədərə güclü olmalıdır ki, məhz ona görə də dövlət bizə 2 yaş yarıma qədər bizə müəyyən bir vaxt verib. Yəni, biz öz uşağımızla məşğul olaq və yaxud da analıq məzuniyyətimiz devrindən sonraki devirdə də biz bu qədər çox çalışmayaq, biraz az saatlarda çalışaq ki, uşaqlarımızla yaxından məşğul olaq. Mən uzun illər Türk liseyi ilə əməkdaşlıq eləmişəm və də Türk Anadolu liseyi ilə. Orada hər zaman valideyn iclasında deyirdim ki, bu dəqiqə mən sizdən soruşsam ki, filan kəs toya nə taxmışdı? Həmən hamımız getdiyimiz toyda onu çox qəşəng analiz eləyə bilirik. Diqqətlə skan eləyirik ki, filan kəs filan şey geyinmişdi, filan kəs filan şey taxmışdı. Amma uşağımızın ən çox nəyi sevdiyini, ən çox uşağımızın maraqları nə olduğunu diqqətdən qaçırdırıq. Müəllim tamam, müəllim faktoru da çox önəmlidir məktəbdə. Müəllim də uşaqların balansını, tərbiyəsini, psixoloji vəziyyətini tənzimləməlidir ki, uşaqlarda sinifdə olan basqın uşaqlar daha biraz zəif xarakterləri, belə deyək də, zorbalıq göstərməsin. Bu müəllimin də bir nömrəli, yəni belə deyim də, etməli olduqlarındandır, vəzifələrindəndir ki, müəllim ən azından o hiperaktivlərlə daha sakitləri ən azından müəyyən etdirib orada bir balans yaratmalıdır. İndi gəlin baxaq, bizim uşaqlarımız nə vaxtdan sonra oxumağa başlamadı? Bəzən olur ki, gəlirlər, bizə deyirlər ki, əslində mənim uşağım lap yaxşı oxuyurdu. Sadəcə bu hadisədən sonra, yəni həyəcan və ya stres hadisəsindən sonra və yaxud da ola bilər ki, özünə inamını itirdi. Kiçik yaşlarda ola bilər özgüvəni düşdü. 2 kəlmə sözü kəkələdi, sinif yoldaşları ona güldü. Bəlkə də onu sinif yoldaşları unutdu. Amma o uşaq mən çox eşitmişəm. Mən 18 illikdir ki, psixoloq yəni təcrübəm var və mən bunu çox eşitmişəm ki, bizim
İnsanlarımız gəlib deyir ki, mən məktəb vaxtı o qədər həyecanlanmışdım, altıma çiş eləmişdim. Mən ondan sonra heç vaxt məktəbə getmək istəmədim, utanırdım. Məktəbimi də dəyişirdilər, amma mən yenə utanırdım. Yəni, uşaqlarla baş verən bütün hadisələrdə, yəni sinifdə baş verən bütün hadisələrdə və yaxud da ki, evdə baş verən bütün hadisələrdə valideynlər və müəllimlər çox diqqətli olmalıdır. Çünki birinci onların öyrənməsinə təsir edir. Ola bilər ki, müəllim və yaxud da valideyn hansısa bir sözü və yaxud da hansısa bir hərəkəti onu sakitləşdirmək üçün deyir. Amma o sözlər, o vəziyyət onun öyrənməsinə birbaşa təsir edir. Burada indi mən bilmirəm nə qədər bizim müəllimlərimiz və nə qədər valideynlərimiz var. Amma belə bir şey var. Əgər məktəbə getdikdən sonra uşaqda öyrənmə problemləri yaranırsa, mütləq şəkildə həmən məktəblə bağlı valideyn diqqət eləməlidir ki, hansı hadisədən oldu, hansı hadisədən sonra belə bir uşaqda öyrənmə problemi yarandı. Və yaxud da ki, ailədə olan itkilər, ən çox öyrənmə problemləri ailədə olan itkilər. İtki o demək deyil, kiminsə ölümü olsun, itki o demək deyil. Evdə hər hansısa bir hadisə baş verəndə ananın, atanın işini itirə bilər və yaxud da evlərində bir şey baş verə bilər və yaxud da böyük bir mübahisə baş verə bilər və uşaqlar buna şahid olarlar. Bu, uşaq üçün çox böyük bir stressdir, stres qaynağıdır. Bəlkə də bunların hamısını və ya hamısını olmasa da bir çoxunu sizlər bilirsiniz ki, öyrənmənin mütləq şəkildə səbəbi var. Yəni, öyrənmə problemlərinin altında yatan səbəb var. Gəlin, baxaq. Biz necə eləyə bilərik ki, bizim uşaqlarımızın və ya bizim şagirdlərimizin öyrənməyə olan marağı artsın? Gəlin, biraz buna toxunaq. Marağı artmaqdan ötəri, öyrənmə problemi olan uşaqların listəsi həmişə müəllimədə olur, müəllimlərdə olur. Öyrənmə problemləri olan uşaqlarda həmişə müəllimdə bir listə olur ki, mənim 20 dənə uşağımdan 5 dənəsi oxuyan uşaq deyil. Yəqin ki, həmən o uşaqları, yəni təyin eləyəndən sonra valideynlə görüşürsünüz və o uşaqları valideyninə bildirirsiniz ki, bu uşaq ümumiyyətlə öyrənmə bacarığı var, amma bu uşaq məsələn, riyaziyyatı öyrənmək istəmir. Riyaziyyat dərsində onun marağı itir, amma ədəbiyyatda onun marağı yaxşıdır. O uşaqlara, həmən uşaqlara sayğı göstərib, həmən uşaqlarla danışıqlar aparıb, həmən uşaqları o fənlər üzrə yönləndirmək lazımdır. O üzrə yönləndirmək lazımdır. Və ondan sonra psixoloji problemli uşaqları müəllimə sinifdə müəyyənləşdirir. Bilir ki, bunun atası, anası kimdir, bu hansı şəraitdə yaşayır, nə zaman mane ola bilər bu uşaq bizə və yaxud da biz bu uşağa nə qədər kömək eləyərik. Burada biraz müəllimənin inisiativindən asılıdır. Yenə də mütləq şəkildə müəllimdən daha çox bəklənti içərisində oluruq. Çünki valideyn, yanlış anlamayın, bir çox valideynlər savadsızdılar bu barədə. Amma müəllimin mütləq şəkildə pedaqoji təhsili var. Demirəm ki, müəllim də hamının uşağının tərbiyəsizliyini çəkməlidir. Yox. Sadəcə olaraq müəllim valideyndən hər zaman bir tık üstədir. O öz pedaqoji təhsili ilə bir addım irəlidədir və pedaqoji təcrübəsi ilə də valideyndən üstündür. Ona görə valideynlərlə müəyyən münasibətdə olub, çünki çox şərəfli peşədir. Heç asan peşə deyil. Yəni, həqiqətən də müəllimlik daha çox yük üzərində olan bir peşədir. Müəllim valideynlə və məktəb psixoloqu ilə bərabər işləməlidir. Uşaqları, ondan sonra texnikalarda aqressiv uşaqlar üçün də bir material verəcəm sizə, paylaşacağım, baxarsınız. Əgər uşaqda aqressiya var, öyrənmək istəmirsə, nə edirik? Məsələn, yenə də biz burada bölgülər aparmalıyıq. Beyin həmişə naməlumdan, xaosdan qorxur. Uşağı müəyyənləşdirməliyik. Uşaq aqressivdir, öyrənmə problemi var, yoxsa uşağın zəkasında problem var, öyrənmə problemi var, yoxsa uşağın zəkasında problem yoxdur,
belə deyək də, sosiolojik olaraq ətrafı pisdir deyə öyrənmək istəmir. Yəni mütləq şəkildə bu çeşidləmə olmalıdır. Necə ki biz paltar yuyanda hamısını askılarla, çay dəsmallarını bir yumuruq ki, çeşidləyirik. Ona görə də bu günlərin biz uşaqlarımızla məşğul olanda, hətta öz uşağımızla da məşğul olanda, biz onlarla bərabər çalışmamızı çeşidləməliyik. Biz öz uşağımızı tanımalıyıq. Və o çeşidləmə olduqdan sonra biz ona uyğun, onun bacarıqlarına uyğun biz materiallar veririk. Yox, əgər o əslində çox yaxşı idi, tamamən buraxıbsa oxumağı, demək bunun altında həm psixoloji, həm də nevroloji faktor axtarmalıyıq. Bir mənalıdır. Əgər uşaq həqiqətən də yaxşı oxuyan uşaq idi və sonradan birdən-birə tamamən buraxdı və ruhsal olaraq artıq oxumağı, öyrənməyi buraxdısa, bunun altında mütləq nevroloji faktor axtarmalıyıq. Və ailələrə də bu şəkildə çatdırmalıyıq ki, evladlarınızı mütləq şəkildə bir psixoloqla və ya nevroloqla görüşdürün. Çünki nevrologiya onun öyrənmə problemlərini ən azından üzə çıxarmaqda bizə yardımcı olur. Ola bilər uşaq yıxılıb, beyin zədəsi alıb, ondan sonra öyrənmə qavrama pozulub. Bizdə ümumiyyətlə, cəmiyyətdə ən son deyirlər ki, bu ucu dəli oldu və yaxud da bunun ucu başı işləmir, ən son. Amma o prosesə gəlib durduğu yerdə çıxmır. Və yaxud da uşaq birdən-birə hər şeyi buraxmır, yatıb durub hər şey yaxşı idi, sabahsı günü bunu buraxmır. Belə bir şey yoxdur. Mütləq şəkildə bu hadisələrdən biri baş verir ki, uşaq öyrənməni buraxır.